Salam əziz izləyicilərim. Bugün sizə həm ana yemək kimi, həm də pulovun, bulgurun, qreçkanın yanına edə biləcəyiniz qarnitur resepti təqdim edirəm. Kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Deməli, yuyub təmizlədiyim və duz vurmadığım toyuqları doğrayıb tavaya düzürəm və bunları üzərinə biraz pul biber və biraz da sadə duz əlavə edib yaxşıca bişirirəm. Yəni o yüz bu yüz qızardıram ki dadı gözəl olsun. Qapaq altında da bişirirəm. Bundan sonra üzərinə bir ədədin yarısı, yəni biz bir ədəd də edə bilərsiniz. Bu toyuğun həcminə görə dəyişir, yəni yeməyin həcminə görə dəyişir. Yarım ədəd qırmızı kapya bibərini və bir ədəd də şirin bibəri mən gördüyünüz kimi xırda-xırda, yəni çox da lap xırda olmayacaq dərəcədə doğradım və bir ədəd də acı biberdən istifadə elədim. Acı biberi də gördüyünüz kimi doğrayıram və bunları toyuğun üzərinə əlavə edəcəyik. Daha sonra bir ədəd baş soğan, bunları da yəni çox xırda olmayacaq dərəcədə yeməkdə bilinən kimi doğrayıram. Yəni siz xırda da doğraya bilərsiniz. Bu zövqə görə dəyişir. Qızardılan toyuqları tavadan yığıram. Və bunun üzərinə, yəni eyni yağda soğanları qovuracağıq. Soğanları bura gördüyünüz kimi əlavə edirəm və bunları qızarana qədər, yəni qovrulana qədər yaxşı-yaxşı bişirirəm. Daha sonra üzərinə az öncə doğradığımız qırmızı biber, yaşıl biber və acı biberi əlavə edirəm və bunları da birazcık bişirirəm. Daha sonra üzərinə götürdüyümüz toyuqları düzürəm. Düzdükdən sonra da bir ədəd iri pomidoru doğrayıb üzərinə əlavə edirəm. Və bunun üzərinə bir ədəd və yaxud da 2 ədəd xırda sarımsağı xırda-xırda doğrayıram. Siz bunu etməyə də bilərsiniz. Qapaq altında yenidən bişirirəm. Bunu vamxodda bişirirəm. Gördüyünüz kimi pomidor suyunu buraxıb artıq. Çox gözəl alınır. Son olaraq da üzərinə şüd və zövqə görə istədiyiniz göyərtiləri əlavə edirsiniz. Yeməyimiz artıq hazırdır. Dediyim kimi siz bunu həm ana yemək kimi istifadə edə bilərsiniz,